Dəyişəni olan ifadələr Dəyişən deyilir. olan Bəli, ifadələr. qiyməti dəyişən kimi edilərək dəyişəni olan ifadələr deyirik. Uşaqlar, əsasən dəyişəni olan ifadələrdən ən əsası nədir? Tənlikdir. Tənliyə qədər Müəllimə, gəlmişdik də sizlə. Bəli. mənim 2 nəfər qatıldı. Bir də Məryəm, birisi də benim. Necə? Bir də Məryəm qoşuldu, bir dənə də kimdir bilmirik. Hə, Artıq lap təbii. yaxşı. Lap yaxşı. Gəlin biz qalmışdıq, deməli, tənliklərdə. Tənliklərdən davam edək. Bərabərlik və tənlik. Uşaqlar, tənlik deməli bir dəyişənli məşğula indi biz əsasən bir dəyişənli məşğul Salam olan əleykum. Müəllimə tənlikləri işləyəcəyik. seçəcəyik və aleyküm Salam salam. əleykum müəllim. Aleyküm salam. Dərsi başa salıram uşaqlar. Siz də dəftəriniz qarşınızda olsun. Dəftərinizdə tapşırıqları yazasınız. Mən indi buradan başa salacağım. Hamı ekranı görür də, düzdür? Kitabı görür. Bəli. Aha, Bəli. lap yaxşı. Deməli, bax bu tənlikləri ötən dəfə hərəsindən bir-bir yazdım. Sizə dedim ki, qalanın evdə yazın. Yazdınızmı? Kim Mən hamısı yaza yazmışam. bilmədi? Kim nəyə başa Mən bu düşmədi? misal yazmışam. Aha, Müəllim, bax mən kim evdə deyiləm. Dərsdən sonra qonaq gəlmiş elə hələ evə getməmişəm. Ona görə yaza bilməmişəm. yaxşı. Bu kim yaza bilmədi? Baxdı yaza bilmədi. Kim başa düşmədisə desin. Baxmamışam axı müəllim. Yaxşı Mən yazarsın. Müəllim, Kim? mən kəsrləri eləyə bilmirəm, amma qalan hamısını elədim. Yaxşı Sədaqət sən başa düşmədin qızım? Bəli, kəsr başa düşməm. Hansın? Bax bir de görüm hansına baxdım başa düşmədim bir də izah eləyirəm. Ben bunların hamısını yazmışam. Lap yaxşı. Dördüncü sualla elə özüm başa düşmədim. Bax burada kəsir var. Biri onluq kəsirdir, biri adi kəsirdir. Düzdür? Gəlin buna baxaq. Biri onluq kəsir olanda, biri adi kəsir olanda necə həll eləyirdik? Deməli, toplanan cəm. Məşhur toplananı tapanda nə edirik uşaqlar? Cəmdən digər toplananı çıxırıq. 5-də 13-dən çıxacaq 0,2-ni. Sadəcə bizə Üstə gəlsin olmur. necə? X üstə gəl 0,2 çıx 0,2 o da bərabərdir 2,6 0,2 o da bərabərdir 1,4. Aha, bəli. İndi 5-də 13 uşaqlar adi kəsirdi. 0,2 isə onluq kəsirdi. Ona görə 5-də 13-ü nə edirdik? Adi kəsirdən onluq kəsirə çeviririk. Gəlin bir də onu xatırlayaq. Necə çevirirdik? Adi kəsirdən onluq kəsirə. Burada yazıram, hamının fikri burada olsun. Bax, adi kəsirdən onluq kəsirə çevirmək üçün uşaqlar məxrəcimizi 10-a, 100-ə, 1000-ə gətirməliydik. Və yaxud da 13-ü bölməliydik 5-ə. 2 yol var idi. İkisini də deyirəm ki, bir də yadınıza düşsün. 10-a gətirmək üçün 5-i 2-yə vururam, onda 13-ü də 2-yə vuracam. Olacaq nə? 10-da 26. Düzdür uşaqlar? 10-da 26 olanda bunu da çevirəndə olacaq 2 tam 10-da 6. Yəni 2 tam 10-da 6. Bu da olacaq 2 tam 10-da 6. Yəni onluq kəsirə çevirdik. 2 tam 10-da 6-nı 0 tam 10-dakıya. Tam onda X də bu üstə bərabər. gəlir müəllimə. 2 tam 10-da 4. Necə? 10-da 26-nı, 10-da 26 Üstə düzgün gəlir olmayan, müəllimə. qulaq as deyirəm də, 10-da 26 düzgün olmayan kəsirdir. Düzdür? Hər tərəf 2-yə vurduq, məxrəci ona Başa gətirdik. düşmedim. Deyirəm də qulaq as 1. 10-da 26. 5-i 10-a gətirmək üçün uşaqlar məxrəci 2-yə vurduq. Məxrəci 2-yə vururuqsa mütləq surəti də 2-yə vurmalıyıq. Surəti də 2-yə vurduq. Oldu 10-da 26. Düzdür? 10-da 26 da düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsiri əvvəlcə qarşı qədədə çeviririk. 26-nı 10-a bölürük. 2 dəfə tam yerləşir. Məxrəc qalır yerində. Qalığı da yazırıq surətə. Sonra da 2 tam 10-da 6. Bunu neynədik? Onluq kəsirə çevirdik. 2 tam 10-da 6-dan da 0 tam 10-da 2-ni çıxanda oldu 2 tam 10-da 4. Bu deməli onluq kəsirlərin adi kəsirin onluq kəsirə çevrilməsinin bir yolu idi. İkinci yolunda isə uşaqlar surəti məxrəcə bölürük. 13-ü bölürük 5-ə. 13-ün içində 5 2 dəfə, 2-ni 5-ə vurdum 10. 3 çıxdı, yəni qalıq düşdü aşağı. 3-ün içində 5 yoxdur. Yanına 0 atırıq. 2-nin də yanına vergül atırıq. 30-u 5-ə bölürük 6. 2 tam 10-da 6. Aydın oldu. Deməli uşaqlar bir də təkrar eləyirəm. Məşğul
toplananı tapanda, yəni məlum olmayan toplananı buradan tapanda cəmdən digər toplananı çıxırıq. Azalanı tapanda, baxın burada görürsünüz azalan məchuldur. Azalanı tapanda fərq ilə çıxılanı toplayırıq. Azalanı tapanda fərq ilə çıxılanı toplayırıq. Bu belə. Bunları əslində dərsdə demişdim, bir də yadınıza saldım. İndi burada isə uşaqlar vurma ilə bölmədən söhbət gedir. Deməli, baxın 2x var ha. Bax, belə yazır 2x. Bu nə deməkdir? Bu 2 vurulsun x deməkdir. Yəni 2-ni neçəyə vursam 3,8 eləyər. Burada məchul olan uşaqlar vuruqdur. X vuruqdur. Baxın, aydın yazıram. 2 vurulsun x bərabərdir 3,8. Vuruq, hasil. Məchul vuruğu tapanda hasili digər vuruğa böləcəyik. Yəni, x bərabərdir 3,8-i böləcəyik 2-yə. X də bərabərdir. İndi gəlin bunu bir də xatırlayaq. 3,8-i onluq kəsirin natural ədədə bölünməsini xatırlayaq. 3-ün içində 2 bir dəfə idi. Düzdür uşaqlar? 1, 2-yə vurduq, daha doğrusu 2. 3-dən 2-sini çıxdıq, 1. Baxın, vergülə çatdıq. Vergülə çatanda vergülü qoyurduq bura. Və 8-i düşürdürdük aşağı. 18-i də 2-yə böldük, 9. Oldu 1,9. Bunu bir də sizi yadınıza salmaq üçün mən kənarda böldüm. Deməli, məchul vuruğu tapanda neynədik? Vuruq, hasil digər vuruğa böldük. Digərlərində də o şəkildə yazacaqsınız. Bir də burada bölmə var. Bölmənin komponentlərində uşaqlar bölünən, bölən, qismət. İndi bölünən yoxdur. Bölünəni tapanda nə edəcəyik? Bölünəni tapanda, kim deyər? Bölünəni tapanda nə edirdik? Vururuq müəllimə. Bəli, vururuq. Deməli, x bölünsün 2 bərabərdir 2,9. X də bərabərdir nə edəcəyik? 2,9-u vuracağıq 2-yə. X də bərabər olacaq 5,8. İndi gəlin bir də vurmanı da xatırlayaq. 2,9-u vururam 2-yə. Yəni, onluq kəsiri natural ədədə vurulması. 2-ni 9-a vurdum, 18 bir yadda. 2-ni 2-yə vurdum, 4, o da bir yadda 5. İndi vergülü necə qoyduq? Vergüldən sonra neçə dənə rəqəm var? Bir dənə rəqəm var. Ona görə biz cavabda arxadan bir dənə ayırırıq, olur 5,8. Deməli, uşaqlar, bölünəni tapanda qisməti bölənə vurduq. Yəqin ki, bu da aydın olacaq. Kim yazmayıbsa, bu tapşırıqları dəftərində yazar. Müəllim, bir kez başa sala bilərsiniz o tapşırığı başa düşməm. Hansı tapşırığı qızım? İndi izah elədiyinizi. C-ni yoxsa başqası variantın? Bunu deyirsən? Yox, H-nı. H-nı başa salın. Yaxşı. Deməli, yenə də bax, bölünən, bölən, bu da qismətdir. Bizdə məchul olan nədir? Bölünən. Bölünəni tapanda qisməti vuracağıq bölənə. 6-da 5-i vururuq 3-ə. X də bərabərdir. Gəlin, indi adi kəsiri natural ədədə vurulmasını xatırlayaq. 6-da 5-i 3-ə vuranda baxarıq 3 ilə 6 nədir? 3-ə bölünürlər. 3-ə ixtisar etmək olar. Yəni, 3-ü 3-ə bölürəm 1, 6-nı da 3-ə bölürəm 2. 5-i 1-ə vurdum 5, məxrəcdə də nə qaldı? 2 qaldı. Yəni, oldu nə cavab? 2-də 5. Uşaqlar, bu necə kəsirdir? Düzgün olmayan kəsirdir. Adətən düzgün olmayan kəsiri nə etməliyik? Biz qarışıq ədədə çevirməliyik və yaxud da onluq kəsirə çevirə bilərik. Qarışıq ədədə çevirəndə 5-i bölürük 2-yə. Bu xətt bilirsiniz də bölmə deməkdir. 5-i bölürəm 2-yə 2 dəfə. Məxric qalır yerində. Surətə isə qalığı yazırıq. 2,2-də 1. Aydın oldu, Hafsa? Bəli, müəllimə, sağ olun. Afərin. İndi keçək, baxaq, bir neçə əməl daxil olan tənliklərin həlli. Yəni, bunlar uşaqlar sadə tənliklərdir. İndi getdikcə tənliklərimiz biraz da mürəkkəbləşir. Bunları da dərsdə başa salmışdım. İndi bir də başa salıram, xahiş edirəm. Diqqətlə baxaq ki, çox da geriyə qalmayaq. Suallarınızı da verərsiniz. Deməli, buradakı tənliklərdən hərəsindən birini götürüb yazacağım ki, siz başa düşəsiniz. Biraz çətinlərindən, sizə görə çətinlərindən yazıram. Baxaq, 4x üstə gələ 0,2 bərabərdir 5-də 13. Bunu burada yazıram, diqqətlə baxaq. 4x üstə gələk 0,2 bərabərdir 5-də 13. Deməli, uşaqlar, bax, toplanan cəm. Yenə məchulumuz toplanandadır.
Məchul toplananı tapanda neyniyəcəyik? Cəmlə digər toplananı çıxacaq. Başqa sözlə deyə bilərəm ki, 0,2-ni atıram bərabərin o tayına. Bax, bərabərlik buradadır. Bərabərin o tayına atanda, burada toplamadırsa, o taya keçəndə çıxma olacaq. Yəni, 5-də 13-dən çıxacaq 0,2-ni. Yenə 4x bilirsiniz də uşaqlar, 4 vurulsun x deməkdir. İndi yenə baxın, adi kəsirdir, bu isə onluq kəsirdir. Bayaqları 13-ü 5-ə böldü, 2,6 aldıq, eyni. 2,6-dan çıxıram 0,2-sin. 4 vurulsun x də bərabərdir 2,4. İndi neyinirik? Baxın, vuruq, hasil. Bu dəfə məchul nə oldu? Vuruq oldu. Məchul vuruğu tapanda hasili digər vuruğa böləcəyik. 2,4-ü bölürük 4-ə. X də bərabərdir 0,6 olacaq. Deməli, getdikcə görürsünüz mürəkkəbləşdi. Daha bir dənə də ədəd əlavə olundu. O zaman neynədim? Ədədi atdım bərabərin o tərəfinə. Toplama isə çıxdım. İndi və çıxma olsa neynəyərik? Gəlin, indi buna baxaq. Baxın, 6x çıxılsın 3-də 1 bərabərdir 3-də 5-ə. İndi bunu yazıram. Çıxmadsa da bərabərin o tərəfinə keçəndə uşaqlar toplama olacaq. Yazıram. 6x çıxılsın 3-də 1 bərabərdir 3-də 5. 6x bərabərdir. 3-də 5-in yanına nəyə atıram? 3-də 1-i. Burada çıxmazsa o taya keçəndə toplama olur. Başqa sözlə uşaqlar deyə bilərik ki, azalan, çıxılan fərq. Məchul azalanda olduğuna görə x, azalanı tapanda fərqlə çıxılanı toplayırıq. Deməli, 6x bərabərdir. 3 qalır. 5 ilə 1-i topladıq. Elədimi 6 uşaqlar? 6 vurulsun x. O da 3-də 6 neçəyə bərabərdir? Kim deyər? 3-də 6 neçəyə bərabərdir? Hə, uşaqlar? 2-yə müəllimə. 2-yə bərabərdir. Bəli, 6 bölünsün 3 deməkdir də uşaqlar. Bu xət bölmədi. 6-nı 3-ə böldük 2. İndi vuruq, hasil. Bu dəfə x-i tapanda, məchul vuruğu tapanda uşaqlar. Bəzən deyirik ki, uşaqlar deyirlər ki, 6-nı 2-yə bölək. Axı 6 2-yə bölünür. Amma səhvdir. Biz nə etməliyik? Hasili 2-ni 6-ya bölməliyik. Uşaqlar, 2 də 6-ya bölünməzsə, siz onu bax belə kəsir şəklində saxlaya bilərsiniz. 2 bölünsün 6. Hər tərəfi də 2 ixtisar eləsəm, olacaq nə? 3-də 1. Və cavabımız oldu 3-də 1. Bu şəkildə də qaldı. Aydın oldu. Bəli, bəli. Afərin. İndi bu da bu tənliyin bir növü. İstəsəniz yenə hərəsindən uşaqlar birini yazıram. Dəftərinizə köçürün ki, dəftərinizə köçürün, bunları yazanda baxıb yazın. Mən qeyd edirəm, qrupa atacam inşallah dərsi, narahat olmayın. Kim qoşula bilmirsə dərsə baxar. Sonra Müəllimə, gəl dərs inşallah bir də başa salarsınız bunları. başa salaram. Bax, bir dəfə dərsdə başa Məmə salmışam. ehtiyac yoxdur, hər dərsin şeyin üstündə qaraq. Məryəm Yəni, buna başa götürsün. düşməyənlər üçün başa salaram. Keçən dəfə başa salmışam. İndi də başa salmışam. Məncə də aydındır. Biz davam eləməliyik. İkinci dərsdir. Sümeyyə, ikinci dərsdir. Bir tətildən sonra bir dəfə keçdim, indi keçirəm. Davam edirik. Narahat olma, qalmayacaq. Üstündə keçəcəyik. Deməli, uşaqlar, indi tənliyin bu formasına baxağın. Burada, baxın, məchul görürsünüz, bu mötərizənin içindədir. Baxın, vuruq, hasil. X üstə gələk 3-ü tapmalıyıq. X üstə gələk 3-ü tapanda yenə neyniyəcəyik? 14-ü böləcəyik 2-yə. 14 bölünsün 2. Baxın, 2-ni attım 14-ün yanına. Burada vurmadı, o tərəfə keçdi, bölümü oldu. 7 eləyəcəm məndən. Bəli, x üstə gələk 3 də bərabərdir 7-yə. Bu da sadə bir tənlik oldu. 3-ü atacaq 7-nin yanına. 7 çıxılsın 3. X də olacaq 4. Uşaqlar, bir də gətirib, cavabı tam dəqiq bilmək üçün, əmin olmaq üçün gətirib yerinə qoyub yoxlaya bilərsiniz həmişə, bütün tənliklərdə. Məsələn, 4 aldım, 4-ü qoyuram yerinə. 4-ün üstə 3 gəldim, 7. 7-ni də 2-yə vurdum, 14. Bax, digər tənliklərdə də əgər əmin olmasanız, cavabı x-i gətirib, qiymətini yerinə qoyub yoxlaya bilərsiniz ki, cavabı alasınız. Sonra indi bir dənə bölməsi ilə yazıram. Bura baxaq. X çıxılsın 3. Deməli, burada da x çıxılsın 3-ü tapanda, uşaqlar, neyniyəcək? Burada bölmədirsə, vuracaq. 7-ni vurduq 4-ə. Deməli, x çıxılsın 3 bərabərdir 28. X də bərabərdir. 3-ü də atırıq 28-in yanına. Olacaq nə? Toplama. X də bərabərdir 31.
Yəqin ki, bunu da başa düşdük. 31-dən 3-ü çıxırıq, bölürük 4-ə, doğrudan da 7-ni almış olacaq. Bura qədər bu tənliklər. İndi növbəti tənlikləri keçək uşaqlar. Yenə tənliklərin növləri nə keçək, hamısını öyrənək, geridə qalmayaq. Deməli, burada nə edəcəyik uşaqlar? Yenə heç bir fərqi yoxdur. Demək olar ki, əvvəlki tənliklərdəndir. Bax, 1-1 atırıq bərabərin o tərəfinə. Bax, 4-ü atıram 1-in yanına. Çıxmadı, toplama olacaq. Sonra 2-ni atacam 1-in yanına, otaya. Yəni, bərabərin otayına. Bölmədi, vurma olacaq. İndi gəlin, baxaq. Baxın, x bölünsün 2, çıxılsın 4, bərabərdir 1. X bölünsün 2 qalır yerində. 1-in yanına nə atıram? 4-ü atıram. 1 üstə gələk 4. X bölünsün 2 qalır yerində. Oldu mu cavabımız 5? İndi təzdən 2-ni atırıq o tərəfə. X bərabərdir və yaxud da uşaqlar bu nədir? Bölünəndir, bölünən. Bölünəni tapanda demirdik, vururuq. Ona görə də 5-i vururuq 2-yə, yəni 2-yə. X də bərabərdir 10. Gətirək yerində yoxlayaq. 10 bölünsün 2, 5. 5-dən də 4-ün çıxdıq, 1 aldıq. Yəni uşaqlar, tənlikdə məsələ odur ki, məqsədimiz odur ki, X tək qalana qədər biz axıra qədər getməliyik ki, X-i görək neçə aldıq. Yəni, burada neçədir? Yəni, bu X elə bilin ki, bəzən deyirik, fikrimdə bir ədəd tutdum, onu 2-yə böldüm, 4-ün çıxdım, 1 aldım. O hansı ədəddir? Bax, bu həmin o deməkdir də. X bizim bilmədiyimiz ədəddir, fikrimizdə tutduğumuz ədəddir, dəyişəndir. Bundan başqa, burada baxaq, hansı sizə çətin gəlirsə, mən onu yazım. Siz də dəftərinizdə qeyd edin ki, sonra... Müəllimə, Bax. Höyə bir dənə baxa bilərik. Hansına? Höyə. Yaxşı. Budur, eləmi? Buyur. Deməli, uşaqlar, x bölünsün 10, çıxılsın 0,8 bərabərdir 5-də 1. Yenə x bölünsün 10-dan işimiz yoxdur. Bu qalsın. Yavaş-yavaş uşaqlar sadələşdiririk də elə bir ki, bir-bir otaya atırıq, bax, bərabərin otayını. 0,8-i atırım o tərəfə. Nə olacaq? 5-də 1, üstə gələk 0,8 olacaq. Düzdür? Burada çıx olduğuna görə. X bölünsün 10 bərabərdir. 5-də 1 adi kəsirdir. 0,8 onluqdur. Gəlin bunları çevirək. 1-i 5-ə böləndə neçə eləyir uşaqlar? 0,2 eləyirmi? 0,2-nin də üstünə 0,8-i gəlirik. X bölünsün 10 bərabərdir. 0,2 üstünə 0,8-i gələndə uşaqlar 1 eləyir. 1. Yəqin ki, bunu bilirsiniz. X də bərabərdir. İndi bölmədir. Bölünəni tapanda 1-i vuracaq 10-a. X də bərabər olacaq 10. Sümeyyə başa düşdü. Bəli, çox sağ olun. Buyurun. İndi nəyə kim hansını istəyirsə desin, ona baxaq. Bilərsiniz. Hansını? F. F. Aha, bunu, eləmi? Yaxşı, gəlin bunu da başa salım, amma siz də dəftərinizdə qeyd edin. Amma bunların hamısını inşallah 4-cü gün yoxlayacağım dəftərinizdən. Deməli, x bölünsün 6, çıxılsın 6-da 1, bərabərdir 6-da 5. X bölünsün 6 ilə işimiz hələ yoxdur. Biz 6-da 1-i atırıq o tərəfə. Bərabərin otayını atdıq 6-da 5-in yanına. Atanda burada çıxmadı deyə o tərəfə getdi, oldu toplama. 6-da 1, x bölünsün 6, bərabərdir. Uşaqlar, məxrəcləri eyni olanları toplayanda məxrəc qalır, surətləri toplayırıq. 5-in üstə 1 gəldik, 6. 6-da 6 da bilirik ki, 1-ə bərabərdir. 6-nı 6-ya bölürük, 1 eləyir. Deməli, x bölünsün 6 bərabərdir 1-ə. X-i də tapanda 1-i vururuq nəyə? 6-ya. X də olacaq 6. Aydın oldu. Yəni, uşaqlar, sizi kəsirlər qorxuzmasın. Yolumuz eynidir. Tənlikdə bütün yollar eynidir. Sadəcə nə olsun ki, kəsirdir də. Kəsirlərin də toplanmasını, çıxılmasını keçmişik, bilirik. Biri onluq kəsir, biri adi kəsir olanda. Məsələn, bax, burada 0,7-dir, burada 4, 5-də 4-dür. 5-də 4 neçə eləyir onluq kəsirlə? Kim deyər? Necə? Baxın, 5-də 4 onluq kəsirdən neçə eləyər onluq kəsirə çevirsək? 5-də 4. Bəli, görüm kim deyər. Adi kəsirdən onluq kəsirə çevirin, tez görün. Bax, uşaqlar, sizə onun bir dənə yolunu başa salıram. Bax, bu nə deməkdir? 4 bölünsün 5 deməkdir, düzdür? 5-də 4-də 4 bölünsün 5 deməkdir. Siz normalda 40-ı 5-ə böləndə neçə alırsınız? 8.
8. İndi 4-ü 5-ə böləndə, axı 4-ün içində 5 yoxdur. Burada 0 olacaq da, düzdür? Oldu 0,8. Bax, bunu sizə deyirəm, yadınızda qalsın. Belə olanları şifahi tapa bilərsiniz ki, bu 0,8 eləyəcək. Məsələn, belə 5-də 3. 30 böləndə 5-ə 6 eləyir, düzdür? Amma bu 3-də axı 30 deyil. Ona görə bu olacaq 0,6. Və yaxud, baxın uşaqlar, 5-də 1 neçə eləyər? Ay uşaqlar. Necə müəllimə? Bax, 5-də 1 müəllimə. 2. normalda onu 5-ə bölsən 2 eləyər. Axı bu 1-dir. 1-i 5-ə böləndə də olacaq 0,2. 1-in içində axı 5 0 dəfədir. Yoxdur, ona görə. Bax, bunları deyirəm ki, belə şeyləri da özünüz şifahi eləyə biləsiniz. Beyniniz işləsin. İndi keçək 11-ci tənliyə baxaq uşaqlar. Bu da birazca fərqlidir. Bunun da çətinində sizə görə çətinindən yazıram. Bax, D variantına baxaq. Burada uşaqlar 6x-dır, burada isə 1x-dır, 1. Sadəcə 1 yazılmadığına görə x yazılır. İndi 6x-dan biz 1x-i çıxa bilərik. Bax, bayaqları belə olurdu uşaqlar. Tutaq ki, 6x çıxılsın 1, məsələn, bərabərdir 15. Biz 6x-dan 1-i çıxa bilmirdik. Ona görə 1-i atırdıq 15-in yanına. Amma x olanda eyni dəyişənli olanları biz çıxa bilərik. 6x-dan 1x-i çıxanda qalır 5x. Bərabərdir 15-ə. Biz də bilirik ki, 5 ilə x-in arasında nə var uşaqlar? Vurma var. Ona görə də x bərabərdir 15-i bölürük 5-ə. X da bərabər olacaq 3-ə. Deməli, eyni gördüklərinizi nə edirsiniz? Toplayırsınız. Bəli. Və yaxud çıxarıq. Buyur. Hını başa sala bilərsiniz? Hını Yox, hı. Müəllimə, orada 5 verir. 15 verir. hansını deyirsiniz uşaqlar? Orada 5 6x-dan 1x-i çıxdıq da. Bax, 6x-dan 1x-i çıxdıq, qaldı 5x. Müəllimə, hını izah edə bilərsiniz? İzah edirəm. Müəllimə, Bəli. mən qonaqlıqdayam. Olar ki, çıxın bu günlük. Necə istəyirsən, çıx, atacam qrupa, baxarsan, dərsləri, tapşırıqlarını da yazarsan. Tamam, çox sağ olun müəllimə. Allah Sağ ol. razı olsun. Amin. Salam aleyküm. Aleyküm salam. 9x çıxılsın, x çıxılsın 3 bərabərdir 1. Diqqətlə baxaq uşaqlar. 9x çıxılsın x çıxılsın 3 bərabərdir 1. Baxın, 9x-dan 1x-in çıxa bilərik. Qalır nə? 8x bərabərdir. Bu 3-ü də atıram bərabərliyin o tərəfinə. Olur 1 üstə gələk 3. 8x bərabərdir 4-ə. İndi burada uşaqlar görürsünüz vurmadır. Vuruq hasil. X-i tapanda 8-i 4-ə yox ha, 4-ü 8-ə böləcək. Hasili digər vuruqa böləcək. 4 bölünsün 8. Əgər görürsünüz ki, bölmək istəmirsiniz və yaxud da bölünmür, o zaman kəsr şəklində də saxlaya bilərsiniz. 4-ü də 8-ə böləndə eləyir. Hər tərəfi 4-ə ixtisar eləyəndə 4-ü 4-ə bölürəm 1, 8-i 4-ə bölürəm 2. Olur 2-də 1. Bu da nə deməkdir 2-də 1? 1-i 2-yə böləndə neçə eləyəcək? 0,5 edəcək. Aydın oldu uşaqlar? Bəli. Lap yaxşı. Başqa hansı sualınız varsa verin. Yoxdursa keçək 12-yə baxaq. Siz yenə də bunları dəftərinizdə yazarsınız. Tənlikləri həll etməklə suallara cavab verin. İndi uşaqlar bizə sözlə deyil, biz bunu tənlik formasına salacağıq. Tənlik halına salıb sonra onu həll eləyəcək. Deyir, bax, hansı ədədi 2-yə vurub? Hansı ədəd deyir, mən bilmirəm axı hansı ədəddir. X götürürəm onu. 2-yə vurub dedi, vurdum 2-yə. 7 əlavə, hasilə 7 əlavə etdik deyir. Üstünə gələcəm 7-ni. Cəm 10-a bərabər olar, yəni bərabər olacaq 10-a. Bax, burada kim nəyə başa düşmədisə desin. Mən başa düşmədim müəllimə. Gəl, bax, bir də başa salaq. Hansı ədədi 2-yə vurub? Hansı ədəd dedi, bilmirəm, x-də. Vurmaq demir 2-yə vurmaq. Vurdum 2-yə. Deyir, hasilə 7 əlavə etmək. Bu hasil deməkdir də. Vuruq hasil deyil bunun cavabı. Hasilə 7 əlavə etdik. Üstünə 7 gəldim. Deyir, cəm 10-a bərabər olar. Yəni, bərabər olacaq 10-a. İndi
X vurulsun 2 bərabərdir. Bayaqki tənliklərdəndir. 10-dan çıxacaq 7-ni, 10 çıxılsın 7, x vurulsun 2 bərabərdir 3-ə. Düzdür? X də bərabərdir 3 bölünsün 2. O da eləyir 1 tam 10-da 5. İndi gəlin yoxlayaq. Hansı ədədi 2-yə vurub? 1 tam 10-da 5-i 2-yə vuranda 3 eləyir. 3-ün də üstünə 7 gələndə 10 eləyir. Aydın oldu. İndi Dersimiz ne vakit bitecek? dərs 40 dəqiqə çəkir. Beyni kim deyə bilər? Beyni kim oxuyub deyər, mən yazım. Safiya, de görüm. Müəllimə, hansı beyni Beyni, bəli. bölüb alma qisməti kamildir, belə olar. Hansı ədədi 3-ə bölüb? Tənliyi deyim, mən yazım, siz deyin. 3-ə bölüb alma qisməti əlavə etdikdə ayda niyə yazır? Bir dəqiqə müəllimə. Safiya bilmədin? Sədaqət. Deməli, Sədaqət, Safiya, Hafsa, o birisi kimdir? Adı neydi? Əmirə. Əsra. Ay, sağ ol. Beş. Hə. 5-də. Əsra, başa düşürsən sən də? Bir dəqiqə müəllimə. Lap yaxşı. Baxın uşaqlar, niyə bunu deyə bilmədiniz ki? Hansı ədəd deyəndə x götürdüm. 3-ə bölüb deyəndə 3-ə böldüm. Qisməti 0,2 əlavə etmək dedi, əlavə etdim. Və cəm 5-də 3-ə bərabərdir. İndi bu tənliyi kim desin, mən yazım, həll eləyim. Beyni Bunu mən indi tənliyi qurdum. Siz deyin, mən də həll eləyim. mən yazım da. Deyin görüm. Sədaqət deyə bilmirsiniz bu tənliyi. X bölünsün 3 qalır. Nə olur? Bərabər. 5-də 3-dən çıxacaq 0,2-ni, düzdür? Ay sağ ol. X bölünsün 3 bərabərdir. 5-də 3 nəyə bərabərdir uşaqlar? Bayaq başa saldım. 3-ü 5-ə böləndə neçə eləyir? 1 tam 10'da Ay 2. uşaqlar, 3-ü 5-ə böləndə 3-ün içində 5 yoxdur, 0 tamdır. 30-u 5-ə bölsəm 6 eləyər. 30-u 5-ə bölsəm 6 eləyər. Amma 3-ü 5-ə böləndə 0,6 eləyir də. Bayaq izah elədim axı sizə. 0,6. X-də bölünsün 3 bərabərdir. 0,6-dan 0,2-ni çıxanda 0,4. X-də bərabərdir. 0,4-ü neyniyəcəyik 3-ə? Vuracağıq da uşaqlar. Bölümü olduğuna görə vuracağıq. Bəli, 0,4-ü 3-ə vuranda 1,2 olacaq. Başa düşdük? Bəli. İndi C-ni kim deyər mən yazım? C 4 mislində. 4 misli demək uşaqlar vurmaq deməkdir. Yenə hansı ədədin 4 misli? X-i vururam 4-ə. Çıxıram 4. Ay sağ ol. O da bərabərdir 44. Bəli, indi denən həll eləyək bunu. X vur 4 Bəli. bərabərdir. Aha. 44 çıxılsın 4. Çıxılsın niyə? Bəs burada çıxılsın da o tarifə keçən. Bəli, üstə gələk 4. X də vurulsun 4. Bərabərdir 48. Aha, X də bərabərdir nəyə? Bərabərdir 48 böl 4. O da bərabərdir 12. Aferin. O da oldu 12. Axırıncını kim deyər? Sədaqət deyə bilərsən? 12-ci tapşırığı yazdıq deyə. Ben De deyim. görüm. Sədaqət de görüm. Hə. Hansı ədədi 5'ə bölüb İndi nə yazım mən? X. Sən denə mən yazım. Aha. bölünsün 5. Bəli. Məndə ekrana bir şey yazıyor. Zaryadkası bitti düzəltdim. Aha. X bölünsün 5. Alınan qismətdən
0,6 çıxırıq. 1,6-na çıxdıq. Bəli. Fərqdə 2 ilə 5,5-də 2 eləyir. 5-də 2 eləyir. İndi bunu necə həll eləyək? X bölünsün 5 bərabərdir. Aha. 5'də 2'dən 5'də 2'nin üstünə 1,6'nı gəlirik. Ay sağ ol. Bəli, x bölünsün 5 bərabərdir. 5-də 2 deyin görün neçə eləyir? Onluq kəsirlə. 0,4. Afərin. Yəni 20-ni bax 5-ə bölsək 4 eləyir. Amma 2-ni 5-ə böləndə 0,4. 0,4 üstə gələk 1,6. X-də bölünsün 5 bərabərdir. Neçəyə? 2-yə. 0,4. Elə bir ki 16-nın üstə 4 gəlirsiniz. 0,4 üstə 1,6 gələndə 2 elədi. X-də nəyə bərabər olacaq? 2'ye. 2 vurulsun 5-ə. 5 5'e atırıq o tayı. O da beraber oldu 10. Başa düşdünüz bunlar uşaqlar? Bəli. Bəli. Lap yaxşı. Sonra görək nə var burada. İndi keçək bir dənə bu tənliyi də həll eləyək. Görün vaxtımıza nə qədər qalıb? 5 dəqiqə qalıb. Bu tənliyi də həll eləyək 13-cü tənliyi. Mənim dərsim bitməsə 5 dəqiqə qalıb. Bəli. Bir Zoom 40 dəqiqə çəkir uşaqlar. Məndən sonra zoom atmayacaqsınız ha? Yox, o bir siniflər atacağım inşallah. Deməli uşaqlar keçirik bura. 23 çıxılsın 4x bərabərdir 7. İndi burada məşğul hardadır? Kim deyər? Məkul. Məşğul hardadır x? Hardadır? X-da. X-da. Çıxılanda. Azalan, çıxılan fərq. İndi çıxılanı tapanda, 4x-i tapanda azalandan fərqi çıxacaq uşaqlar. Bax, azalandan fərqi. 23-dən çıxacaq 7-ni. 4 vurulsun x-də bərabərdir nəyə uşaqlar? 16-ya, düzdür? X də bərabərdir. İndi vuruq hasil. Məşğul vuruğu tapanda 16-nı böləcək 4-ə. 16 bölünsün 4. X də bərabərdir 4-ə. Aydın oldu. Yadımızda saxlayırıq. Çıxılanı tapanda çıxırıq. Adı üstündə çıxılanı tapanda çıxırıq. Sadəcə nədən nəyə çıxırıq uşaqlar? Azalandan fərqi çıxırıq. İndi bu birisini yazıram. Baxın 2x-i tapıram. 3,3-dən çıxıram 0,7-ni. 2x də bərabərdir. 3,3-dən 0,7-ni çıxanda neçə eləyir? Elə bilin ki, uşaqlar 33-dən 7-ni çıxırsınız da sanki. 26, 2,6 x də bərabərdir. 2,6-nı bölürük 2-yə. X də bərabərdir 1,3. Aydın oldu. Bunları qeyd edin dəftərinizdə. Kimə aydın deyilsə, desin. Mənə aydındır. Deməli, uşaqlar, yazdıqlarımızdan ki, mən başa saldım, qalanları da özünüz dəftərinizdə yazırsınız. Özünüz dəftərinizdə yazarsınız. Sonra keçək burada nəyə baxaq? Necə? Heç. İndi gəlin 15-ci məsələni. 15-ci məsələni kim oxumaq istəyir? Oxuyun görüm. Hafsa oxu görüm 15-ci məsələni. Yaxşı. Samirin yaşı bacısının yaşının 3 mislindən 2 vahid çoxdur. Samirin 11 yaşı varsa, bacısının neçə yaşı var? Deməli, Samirin yaşı deyir 11 yaşı var. Bacısının yaşının 3 mislindən 2 vahid çoxdur. Bacısının yaşı x-dir. Vururam 3-ə. Üstünə də 2-ni gələndə bərabər olur Samirin yaşına. Düzdür uşaqlar? İndi baxaq. X vurulsun 3 bərabərdir. 11-dən 2-sini çıxdıq. 9.
X də bərabərdir. 9-u böldük 3-ə. X də bərabər oldu 3. Deməli, bacısının 3 yaşı var. Gəlin yenə yoxlayaq. Bacısının 3 misli. Misli deyəndə vurmadır. Yadınızda saxlayın. 3-ü 3-ə vurduq, üstə 2 gəldik. Bir də deyirəm uşaqlar. Misli deyəndə, dəfə çox deyəndə, qatı deyəndə bunlar vurmadır. Amma vahid çox desə, ədəd çox desə, bunlar toplamadır. Yadınızda qalar. Bəli, qalar müəllim. Dərs bitdi. Aha. Yox. 16-cını da Əsra sən oxu. Bunun bitəndə özü silinir zaten. Bəli. Təbiət fikrində bir ədəd tutdu. Bu ədəddən 2 çıxıb alınan fərqi 3-ə vurduqda 18 alınır. Təbiət fikrində hansı ədəd tutub? Deyə bilərsən, tənliyi tez deyə bilərsən, bir dəqiqəmiz qalıbdır. Səbinə fikrində bir ədəd tutdu, x tutdu. Bu ədəddən çıxdı 2-ni, alınan fərqi bir yerdə Üçə vurduq. vurduq 3-ə, bərabər oldu 18. İndi uşaqlar, bunu da həll edirik, sağollaşırıq. Vurmadır 18 bölünür 3-ə, x çıxılsında 2 bərabərdir 6-ya, x da bərabərdir. Burada çıxdısa 6-nın üstünə 2-ni gələcək, x da olacaq 8. Deməli, Səbinə fikrində 8-i tutmuşdur. Aydın oldu. Hamı aydındır dərsiniz. Oldu uşaqlar. Özünüzə müğayət olun, dərsləri yazın.